Kotejdən çıxırsan, birbaşa meşəyə girirsən. Alman qəsəbəsidir sanki. Başı səs götürməyənlər üçün səsküydən uzaq sakit bir istirahət məkanı var. Aforest Qusarda köhnə Xudat kəndində yerləşir. Afrem evlərdir, amma otel prinsipi ilə işləyir. Çünki xidmətə səhər yeməyi də daxildir. Toplam 5 kotejdir, ikisinin həyətində hovuzu var. Hovuzun da dərinliyi 1.65-dir. Burada evlərin meşəyə açılan mənzərəsi çox gözəldir. Meşədə söhbətgahlar var, uşaq oyun zonası var. Yəni məkanın təbiətlə iç-içə qurulmuş orqanik bir gözəlliyi var. Hələ yaxınlıqdakı gölü demirəm. Gözəlliyə bax. Qusarın göy gölü. Kotejlərin içini də göstərim sizə. Sanuzel, qonaq və yataq otaqları təmiz və təmirli idi. Gərək düzünü deyim, ən çox da təmizliyinə böyük bir alqış. Burada hətta elektriklə işləyən maşınlar üçün enerji doldurma stansiyası belə quraşdırıblar. Bircə bəzi kotejlərdə Wi-Fi zəif tutmasaydı, hər şey ideala yaxın idi. Bir də dumanlı, yağışlı hava hovuz arzumuzu gözümüzdə qoydu. Amma hovuzun suyu isti idi. Yəni isti hovuzdur. İstəyən çimə bilər, bunu da bildirmiş olum. Aforestin yemək işlərinə Koferest baxır. Menyuda hər şey yoxdur. Məsələn, kabab yoxdur, bir çox qazan yeməkləri yoxdur. Amma xeyli fərqli dadlı yeməkləri var. Məsələn, burada yediyimiz düşbərənin, Sezar salatının, tabakanın dadı damağımızda qaldı. Bir də belə xudmani səhər yeməyi setləri var. Xidmət də yaxşı idi. Uşaqların əziyyətini yerə vura bilmərəm. Aforest Qusarı bizə sevdirən məkan oldu. Bura tam da sakit bir ailə istirahəti üçün uyğundur. Yadda saxlayın və bir gün kəşf eləyin. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.